Kati Averchenko. İnsanlar. İvan Vasilyeviç Sitilistov bir dirsəyi üstünə dirənib qalxdı. Qulaq asmağa başladı. Bu bizədir, yuxulayan xanımına dedi. Nəhayət ki. Qalx. Qalx onlar üçün qapını aç. Yağışda islanıblar. Biləkanda durmaq yəqin onlara xoş deyil. Sitilistov sıçrayıb yarıçılpaq vəziyyətdə cəld girişə addımladı. Qapını açdı, piləkanlara baxdı. Üzündə sevinclə dolu geniş təbəssüm yarandı. Baho! Mən isə sizi sırağa gün dünən gözləyirdim. Çox şadam. Buyurun. Komamıza xoş gəlmisiniz. Öndə evə daxil olan jandarma zabitinin parlaq işıqdan gözləri qamaşdı. Üzündə səmimi təəccüb vardı. Burada girişdə ehtiyatlı olun, evin sahibi dedi. Jandarma zabiti və pristav bir-birlərinə təəccüblə baxdılar və birinci özünə zabit gəldi. Qərarlı tərzdə dedi. İcazə verin, işimizə başlayaq. Bu da təyin edilmiş qaydalar. Xeyr. Bu haqda heç düşünməyin də. Yağışda təpədən dırnağa qədər islanmısınız. Belə sətəmcəm də ola bilərsiniz. Ona görə biz indi buna qarşı sığortalanacağıq. Təyin edilmiş qaydaları isə nənənizə hədiyyə verə bilərsiniz. Bəyəm düzgün insan, vicdanlı insana inanmaya bilər? Əyləşin cənablar. Üzr istəyirəm, adınız, atanızın adı nə oldu? Zabit çiyinlərini çəkib pristava gülümsəyib baxdı. Səsinə bacardığı qədər soyuq ton verib dedi. Səlahiyyətli şəxs olduğuma görə müsadirənin yerinə yetirmə. Evin sahibi əlini yellədib bilirəm. Aman Allah, həqiqətənmi müsadirə sizdən qaçıb gedə biləcək? Bəyəm mən bunu anlamıram? Özüm sizə yardım edəcəm. Gözəl insani münasibətlərə ehtiyacı olan bizlər deyilikmi? Elə deyilmi? Nikodim İvanoviç siz deyəsən. Hə? Tapdım. Hardan sizi tanıdığımı təxmin edə biləcəksiniz? Furaşkanızın içində yazılıb, oradan oxudum. Deməli belə, Lizaçka. Bu mənim arvadımdır. Əla qadındır. Mən sizləri indi tanış edəcəm. Yağışda islanmısınız. Lizaçka, cənablara isinmək üçün içməyə nəsə ver. Xeyr. İmtina etsəniz, mənim xətrimə dəyərsiniz. Qonşu otaqdan saçlarını səliqəyə salaraq möhtəşəm gənc bir qadın çıxdı. Qadın gülümsəyirdi. Kişiyə hələ yox deyə bilərsiniz, amma qadına olmaz. Bu centlmen sayağı çıxmır. Mənim xanımım Yelizaveta Grigoryevna. Nikodim İvanoviç, tanış olmaq şərəfinə layiq olduğuma şadam. Pristav daxil olan gənc, möhtəşəm xanımı görüb özünü elə itirmişdi ki, ayağa qalxıb dabanlarını yerə vurdu. Yüksək səviyyədə ucadan dedi. Krutsilov Varilyan Petroviç. Eləmi? Nə danışırsınız? Çox gözəl. Mənim oğullarımın birinin adı Valeriyandır. Lukariya. Qadın peyda olmuş aşpaz qadına əmr etdi. Şahid və şəhər icraçısını mətbəxə apar. Pirogu isit. Süfrəyə kalbasa, xiyar qoy. Orada deyəsən yarım şüşə araq qalıb. Bir sözlə onlarla məşğul ol. Mən isə Ali Həzrətlərə özü qulluq edəcəm. Gülümsəyən qadın nəzərlərini pristava yönəltdi. Jandarma zabiti təsirlənərək söhbətə başladı. Üzr istəyirəm. Qapı arxasında uşaq səsləri hayküy ucaldı. 5-6 yaşlı iki uşaq içəri cumdu. Müsadirə, bizə müsadirə gəlib. Oxuyaran uşaqlar hoppanırdılar. Müsadirə gəlib. Onlar elə sevinirdilər ki, sanki onlara pirojna gətirmişdilər.
Uşaqlardan biri ayaqyalın zabitə tərəf qaçıb barmağından tutdu. Salam, məni ayağında yellədərsən? Ata başını tərpətdi. Ah, siz uşaqlar. Siz onları bağışlayın. Onları Odessada ərköyün ediblər. Orada həftədə az qala 2 dəfə bizə müsadirə gəlirdi. Uşaqların da bundan gözəl əyləncəsi yox idi. Gələnlərlə dostlaşmışdılar. İnanırsınız? Onlara şokolad, oyuncaq gətirməyə başlamışdılar. Uşağın dodağını ona tərəf uzatdığını görən zabit əyilib oğlanı öpdü. O biri oğlan pristavın dizləri üstə əyləşib paqonlarına baxırdı. İşgüzar tərzdə soruşurdu. Sənin neçə ulduzun var? Bəs qılıncın qınından çıxır? Mən Odessada qılıncı qınından çıxarırdım. Allah haqqı. İçəri məcmeyində müxtəlif rəngli şüşə və atışdırmalıqlar gətirən ana saxta tərzdə uşaqları məzəmmət etdi. Sənə nə qədər söyləmişəm ki, Allaha and içmə, bu pis vərdişdir. O sizi narahat edir, onu döşəməyə qoyun. Eybi yox. Siz Allah, eybi yox. Pristav dedi. Sənin adın nədir, Siçovu? Hə, nədir? Mitya. Bəs sənin? Pristav güldü. Valya. Gəl tanış olaq. Evin anası gülümsəyib qədəhlərə konyak süzdü və zabitə qara kürünü uzadıb deyirdi. Buyurun, için, isinin. Belə bir pis havada bizə görə narahat olduğunuz üçün biz çox utanırıq, xəcalət çəkirik. Mitya tələb etdi. Valya, mənə kürü ver. Bir saatdan sonra jandarma zabiti yanağını yumruğuna dirəyib oturmuşdu. Evin sahibinin ikram etdiyi siqaranı çəkir və onun söylədiklərini dinləyirdi. Menşeviklərlə aramızda olan fikir ayrılığı əsasən taktiki məsələlərdə olur. Sonra da bizim terrora qarşı münasibətimiz əlində yatan uşağı yelləyən pristav səs salmamağa çalışırdı. O elə əyləşmək istəyirdi ki, lampanın işığı uşağı oyatmasın. Şəhər icraçısı Xarlamov masa üstə olan karta kök barmağını vurub deyirdi. Biz isə sizin şahınızı vuracağıq. Siz Lukarya Grigorievna padşah xanımısınız. Lap İngiliz kraliçası Viktoriya kimi. Lukarya boş stəkanlara pivə süzərək utanaraq gülümsədi. Sizdəki gör bir nələr uydurursunuz. Həqiqətən də sizin haqda düz deyiblərmiş. Bürokratik rejimsiniz.